Mənə birinci sübut elə ki, varlığı var. Allahı görmüsən sən. Yəni sən Allahı görməmisən. Niyə görə bilmərəm? Bəlkə brat mən xristianam, şərt odur ki Allahın gücünə inanasan. Mən özüm belə ateist olmuşam. Dinə də qarşı hörmətim var, amma mən namaz qılmıram. Yəni cazibə qanunu yaranır. Sən istəyəndə doğrudan sənə kömək gəlir hardansa. Nəyin üstündə olacaq qiyamət günü? Bilsən onu et. Sən xristianlığa ömrü boyu deyənməsən ki, bu səhv dindir. Sən Allah deyəndə onlara qəribə baxır, amma sən ona inanırsan. Bu hissəsini kəsən Yo bra, bu pol verir bu YouTube, Instagram, her yeri bra. Video edikdir sanırım. Salam əziz dostlar. Ateistdən Sizi- söhbət bəli, edirik də, bəli. deyir şeydir, video çəkək, deyirəm mən yaxşı çəkək. Bugünkü podkastımızda salamlayırıq. Məsələ nədən ibarətdir? Oturduq, danışdıq havadan, sudan. Və bir zaman hamımız anladıq ki, birimiz Tanrıya, ali qüvvələrə inanırıq. Birimiz yəni sözün əsl mənasında bir adam. İki adam da qarşımdakılar ateistdir. Bəli, bu söhbət başlayacaq bu sualdan. Yaxşı. Əziz əziz tamaşaçılar, salamlamışıq əxi. Bax, ateist olduğuna görə, yəni bax ateizmi seçməyin məqsədi nədir? Bax, yox, 3 dənə bir dənə səbəb ver ki, sən ateist olmağın yəni Cavab yetərlidir. birinci səbəb. Aha. Mənə sübut elə ki, Allahu varlığı Ekber. var. Hə? Mənə birinci sübut elə ki, varlığı var. İkinci səbəb. Yo, sən bildim ya qardaşım. Bax, Cavablayırsan. Bu sənə elə demir. Bu Yəni, sənə deyir Asi, ki, hə. məsələn, nə səbəbə görə ateistlik seçsin? Bax, məsələn, deyə Bax, bilərsən ki, birinci- elə şeylər deyə bilərsən. Hə, Məsələn, qardaşım, deyim də sənə. Sən gördüyün şeyi bax məsələn qanunda avtobus var, düzdür? Hə, qardaş. Bax görürsən də buna. Hə. İnanırsan da buna. Varlığına, Hə, düzdürmü? Əlbəttə. Allahı görmüsən sən. Qardaşım, bax, mən sənə indi belə bir mövzu açım. At. Sən indi okey də indi bir dənə mövzunu açmısan, ikinci, üçüncünü deməmisən, amma yenə də o diskusiyaya gedə bilər də, düzdür? Bax, brat. Sən məndən strazu Allahı soruşursan. Amma sən tabii soruşma, sual verin. amma sən yox, şey eləmirəm, brat. Bu şeydir də diskusiyada. Biri var sporlaşdan, biri də var diskusiya edirsən. Amma sən fikirləşmirsən ki, mən ali qüvvələri necə qəbul edirəm? Necə qəbul edirsən? Bəlkə brat mən xristianam, sən soruşursan məndən ki, sən Allaha inanırsan. Sən İsa'ya inanmazdın. Sən yox, brat, ümumi də, yox qardaşım, bax. Bəlkə mən qardaşım, bəlkə mən ali qüvvələri kartları tarot kartında görürəm. Bəlkə mən ali qüvvələri ezoterikada görürəm. Yəni bax belə şeylər. Belə deyim də qardaşım. onlar da hamısı insanın Hə, şeyinə yaradılır. hə. Belə deyim də sən, o sənə şuuraltı Şuuraltı proqramları, əlbəttə. Düzdürmü? Sən onu özün yaradırsan. Hə. Düzdürmü? Özün yaradırsan bir mənada adlandıra Şuuraltı Hayır, yaradırsan fikir da bildir, qardaşım, qardaş. düzdürmü? Sən onu gözünün qabağında onu görənmərsən ki. Düzdürmü? Sən azı xəyal edə bilərsən onu. Hə. Düzdür? Danış, qulaq asıram axı. Yəni mən də sana onu demək istəyirəm ki, yəni sən Allahı görməmisən də. Görmüsən yoxsa biz bilmirik. Allahı, bax mənim fikrimcə ali qüvvələri sən görə bilmərsən. Sən ancaq onu hiss eləyə bilərsən. Niyə görə bilmərəm? Görə bilmərsən çünki brat. Hı. O sən yenə də bax deyirsən şuuraltı proqramında. Məncə brat hər şeyin bir səbəbi var. Mən belə görürəm brat. Ha qardaşım. Ha brat. Gəl sən belə deyim mən sən. Belə bir inanc əvvəldən gəlir, düzdürmü? Ta neçə əsrlərdən zaten gəlir, düzdürmü? Düzdür? Ümumi ha, əlbəttə. Hə. Niyə ağ qoyunlarda belə söhbət olmayıbdı? Sən sırf dini nəzərdə tutursan qardaşım. Bax mən sənin onun da açıqlamasını tarix verirəm cəhətdən axı. belə Qardaşım, tarix cəhətdən deyəndə ki, brat, sən tək Niyə hamı ateist olub, heç şey inanmır? Yox, brat. Məsələ bilirsən nədən ibarətdir? Məsələ ondan ibarət deyil ki, mən səndən tək din haqqında danışıram. Mən brat, bilirsən necə? Mənim dinə də qarşı hörmətim var, amma mən namaz qılmıram. Başa düşürsən necə? Mənim xristianlığa da qarşı hörmətim var, amma mən xristian как церковь на азербайджанском? Məscid. Yox, церковь. Не мечеть, а церковь христианская.
Kilsə. Kilsə. Hə, bax mən ora da getmirəm, hörmətim var. Mənim üçün brat, inan bilsən necə? Onu məsələn psixologiyadan da başa sala bilərəm nədir. Çünki sən nə qədər çox fikirləşirsənsə, sən ki bu məqsədəvə çata biləcəksən. Bax məsələn, bayaq Çin dili barəsində danışırıq da. Brat, soruşsan ki, bəs çətindir. Mənim inamım olanda bax deyirəm, axı mənim şey eləmir də, bu söyüş söyməyəcəm, podkastda söyüş söymür. Brat, mənim gözümə bilsən nəyə görə görsənmir bu Çin dilinin çətin olmağı. Əlbəttə ki, bilirəm ki, bunun çətin anları var. Çünki brat, mən inanıram ki, bu hasanddır. Mənim üçün hasanddır. Başa düşürsən necə? Sən yönlənirsən də. Məsələn, bax qırmızı maşın effekti bilirsən nədir, brat? Sən məsələn evdən çıxmamışdan qabaq özün-özünə deyirsən ki, sən bu günləri ancaq qırmızı maşınları görəcəksən ya da fərqli. Sən bu günləri ancaq belə deyim də qoca adamları görəcəksən. Sən daha çox nəyə fokuslanırsansa, onu da daha çox görürsən. Yəni başa düşürsən, bax məsələn mən evdən çıxıramsa, özümə deyirəm mən bu günləri ancaq qırmızı maşın görəcəm. Sən ki avtomatik olaraq həm maşınlara yönlənirsən, həm də maşınların arasında da qırmızı maşında oturmusan. Hal-hazırda da hələ qırmızı maşında da otururam. Bəli. Necə tapabilirlərdi, bəli, hə. Hə, brat. Bax mən onu görürəm. Ali qüvvələri də elə qəbul eləyirəm. Yəni mən inanıram ki, məni nəsə qoruyursa, yanında nəsə varsa. Başa düşürsən, mən sənin fikrini başa düşürəm, brat. Yəni sənin fikrində də məntiq var. Yəni sən mən elə belə durub havadan demirsən ki, nəyəsə əsaslanıb deyirəm. Mən də ona əsaslanıb deyirəm ki, brat, mən sadəcə buna yönlənirəmsə, bu mənə bir mənada ki, psixoloji, Mənim bir dənə qəşəng sualım var. Hə, sən də ver qardaşım. Bax, sən bir dənə belə bir şey. Bitirim, brat. Yəni sən ona fokuslansansa, doğrudan da enerji verirsənsə, bu uje sən necə enerji toplumu olur. O enerji toplumunda sənin doğrun olur. O doğrunda sənə doğrudan da kömək edir. Ona görə də sən bunu Allah kimi adlandıra bilərsən. Bir mənada indi şeydir, xristianlar ancaq İsa kimi deyir. İndi hamı da fərqlidir. Amma doğrudan da mən inanıram ki, brat, sən istəyəndə doğrudan sənə kömək gəlir hardansa. Qəribə səslənər kimsə. Buyur. Məsələn də bu dünyaya gəlmişik, düzdür? Din var, hər şey var. Yəni Allah da var ki, sənin taleyi qoyub, yəni hər şey eləyir. Mən özüm namaz qılmışam, məsciddə namaz qılmışam. Doğrudan. Allah yazılıb ki, məsələn, qiyamət günü olacaq, düzdür? Nəyin üstündə olacaq? Hə, nəyin üstündə olacaq qiyamət günü? Bilsən onu et. İynənin, sapın. Sapın nədən sonra olacaq qiyamət günü? Dünya dağılandan sonra. Dünya dağılanda. Dünyaya gələndən sonra. Dəccal deyəsən. Dəccal. Bax, hər bir insanın taleyi var, düzdür? Hamının taleyi bilir necə olacaq. Hamı necə öləcək. Bəs niyə indi eləmir? Mən brat, elə bax bu mövzu haqqında bax mən ilk öncə sizə nəyə görə bildirdim ki, hara gəlsən? Sən ki verəm axı. Hə, çək. Mən ilk öncə sizə nəyə görə dedim ki, mən ali qüvvələr deyirəm. Mən tək xristianlıq demirəm, tək İslam demirəm. Mən elə deyərdim də qardaşım, amma sən ancaq mənə şeydir, bax səndə indi 2 dənə sual olur da. İndi düzdür, bəlkə də sonra başqa sual verəcəksiniz. Yəni amma tək İslamdan ibarətdir suallar. Mən brat tək İslama yönlənib sizə cavablamıram. Mən cavablayıram ki, ümumi də yəni nəsə güc var. Sən bilirsən necə cavablayırsan, sən elə bil. Mən hansısa gücə inanıram qardaşım. İnandığın şeyə, necə məsələn Hindistanlar başqa şey inanır. Bax, məsələn inəyə inananlar var. Məsələn, Hindistanlı filə inanır. Məsələn də hər şey brat inanılan bu Buddadır, nədir o var ya 850. O məsələn onlara inanır, onlardan yaşayır. Məsələn Allah deyəndə onlara qəribə baxır, amma deyirsən Buddanı belə edib səni öldürərlər. Bax mən elə məsələn inəyə eləyənlər, itaət eləyənlər var. Məsələn biz çakralar var. Hindistanda məsələn enerji nöqtələri var. Amma meditasiya ondan ibarətdir ki, sən enerji bilirsən nədir məsələn də Tanrı ilə elə bir mübadilən var. Sənə balacalıqdan ümumiyyətlə də bu dini gətirib bura çıxardıblar. Nə səni idarə etmək üçün. Həmçinin o birisi bir şeylər. Səni idarə etmək üçün sənin şuurun yerindədir, insansan, şuurun var. Sən inanırsan, özün deyirsən, inanıram mən Çin dilini öyrənərəm. Başa o sənin şuurundur. Sən ona inanırsan. O sən dediyin ki, sənin sözünə gəlirəm, sənin tərəfindən olam ki, yəni sən inanırsansa onu eləyərsən. O heç. Din də elə həmçinin bir şeydir və ya başqa bir şeydir. Başa dində prosta sözlü qutarsa başqa bir şeylər də, yəni sən inandığın şeydə o da onun kimi bir şeydir. Başa sənə yəni deyiblər ki, yəni bunu belə elə, bunu elə elə. Sən 100% şeylərə baxansan, adı nə idi bu? Şeylər eləyirlər. Meditasiya. Yox. Duxovni praktika. Yox, bu 777 deyirlər, 577 şey deyirlər. Rəqəmlər? Rəqəmlər deyirsən? Yox. Astrologiya.
Özlərini seyrəyirlər. Məsələn bunu alacaq, maşın Ekstrasensor. seyrəyirlər, orada deyirlər ki, hə bu Manifest. Manifest. Manifest də Məsələn manifestə də inanırsan da, düzdür? Qardaşım, manifest bu bilirsən nədir? Bura, manifest əslində sadə bir şeydir. Yəni orada şərt, yəni onu brat, sən məntiqlə də qəbul edə bilərsən, biraz ali qüvvələr kimi də qəbul edə bilərsən. Manifest sadəcə ondan ibarətdir ki, brat, sən qabağıma məqsəd qoyursan, sözün əsl mənasında məqsədə və doğru gedirsən və beynindəki proqramları dəyişdirirsən. Bax məsələn, brat, mənim tutaq ki, niyə dnevniki aidatı другое. Hə, bax, yaxşı. Gör sənə belə görsədim. Bax, mənim manifestim nədən ibarətdir? Bax, qardaş. Gəl sənə, bax, oxuyuram. Bax, день первый. Я отлично начал, это очень... Mən yaxşı başlamışam və mənim günüm çox yaxşı keçib. Mən inanıram ki, bu bir Tanrıdan, yəni, znak, как называется? Znak, bir işarədir ki, yəni mən məqsədimə doğru getməliyəm. Sadəcə, brat, manifest ondan ibarətdir ki, sən elədiyin hərəkətləri qeyd eləyirsən, yazırsan, eləyirsən, fokuslanırsan ona. Onun da fokuslanandan sonra sən ancaq onu görürsən deyənə, sən onu daha da çox cəlb eləyirsən, cazibə qanunu yaranır. Yəni orada inan bilsən necə, brat, şərt o deyil ki, onu şey kimi görəsən də, elə bil hansısa yanında mələk durub, mələk sənə tutaq ki, xal tulluyur ki, sən indi 100 xal qazanmısan bu günləri, ya da bu günləri yaxşı iş görməmsən, 50 xal qazanmısan. Yəni şərt o deyil ki, onu imенно belə qəbul eləyəsən. Sən elə Allahın da varlığını belə fərqli qəbul eləyə bilərsən də. Yəni mən müsəlmanlar görmüşəm ki, brat, biz sənə necə hər dəqiqə demirlər ki, Allah var, Allah var. Onlar sadəcə inanırlar Allahın gücünə. Allahın da gücü onlar üçün bilirsən nədir, brat? Sözün əsl mənasında ibadət eləmək. Nədə açıqlamasını verim? Meditasiya kimi. İnkişafda, brat, inkişafda. Bax, biz sənə necə daha çox işə göndərirlər, daha çox ailəsinə qarşı diqqətli olurlar, daha çox, brat, pis vərdişlərdən məsələn özlərini uzaq edirlər. Yəni şərt o deyil ki, brat, yəni mütləq deyəsən ki, Allah var. Amma şərt odur ki, Allahın gücünə inanasan. Ölümdən sonra da, brat, bilinəcək də. Şey sənə qardaşım, bir dənə qışır bir sual verir. Verin, qardaşım. Manifest elədir, brat. Yəni mən durub bir dəqiqə demirəm ki, buradan bir dənə mələk baxır. Siz cəhənnəmdə yanasınız. Mən indi ali qüvvələrə inanıram deyənə, mən şeydir, cəhənnəmdə yanmayacam. Nerə söhbət yox. Hə, brat, mənim üçün, brat, bir sən necə? Bu dəqiqə mən oturum, müsəlmanlar var ətrafımda, brat, çox hörmətlə yanaşıram. Mənim üçün, brat, əsl, müsəlman tanıyıram, brat. Deyir ki, ibadət edirəm da, brat. Yəni, əla, bomba kimi. Amma onun həyatında olan potensialını görürəm və görürəm öz potensialını necə işlədir. Yəni, görürəm da, brat, namazını qılır, brat. Orucunu tutur, qardaşım. Demirəm, brat, qardaşım, əla eləyir, yəni, yaxşı, prosta, brat. Mən görürəm ki, o insan potensialını, məsələn, işlətmir. Soruşuram ki, bəs bunu niyə eləmirsən? Bax, sənin bu potensialın var da, məsələn, məşq olsun, nə bilim, kitab olsun, biznes, məsələn, yaratmaq istəyərsən, nəsə elə bir şey eləmək istəyirsən. Deyir, yox, brat. Mənim üçün şəxsən o bir mənada günahdır. Çünki sənin bir potensialın var, amma sən o potensialı işlətmirsən. Yəni, sən Allaha ibadət edirsənsə, sən hələ Allah sənə verdiyi canı, əli, əyağı, gözü, qulağı işlətməlisən, nəyəsə doğru. 6-cı hissvi, nəmi, şuuru altıvı, hamısını da başa düşürsən. Yəni, mənə də məsələn, olan inan qardaşım onu verdi. Mən özüm belə ateist olmuşam, qardaşım. Mən 3-4 il bundan qabaq güclü ateist olmuşam da. Brat, bilsənicə, mən demirəm, brat, indi sizin əstəğfurullah, onu demək istəmirəm, brat. Ki, sizin həyatınız qaradır, sizin də vəziyyətiniz pisdir. Mənə şəxsən ateizm pis təsir edib. Yəni, sizə başqa cürə təsir edir, siz başqa cürə qəbul edirsiniz. Sən belə nəyəsə inanırsan, sən də nəyəsə inanırsan, mən də nəyəsə inanıram da. Sən inanırsan axı ki, ateizm var. Ateizm doğruluqdur, düzdür. Var, ateizmə də inanmıram. Sən p***ırlarım. Yox, brat, indi söhbət edirik. Eyni bir şey, zarafat elə bir şey var. Hadi, etə vera. Yəni, məsələn də var, bu məndə deyil. Bunda da də inanmır. Deizm bilsən nədir? Heç də inanmır, amma Allahın olduğuna inanır. Qurana da inanmır. Deist odur. Yox, deist odur. Deist Allahın olmamadığıdır. Deist qardaşım, deist dinə də inanmır. Deist inanır ki, Allaha inanır dinə. Heç də inanmır. Allah dində axı, brat. Allah din deyil. Necə din? Onun varlığına inanır qardaşım. Kitabına zaten inanmır. Hə, kitabına inanır. Hə, ya sən sırf ali məsələn bir dənə qüvvəni deyirsən də. Ya sən Allahı yanılmır. İnsanlar yazıbdı. İnsanlar, məsələn bu sən yazmısan, düzdür? Deyir ki, heç bir Quran insanlar. Manifestdir qardaşım. Bu məsələ Hə. Deyir ki, məsələn bu sən yazmısan. Deyir bu insan yazıbdı. Deyir mən buna niyə inanmalıyım? Deyir Allahın varlığına inanırım.
orada O da ona inanır, başa düşürsən? Ha. Məsələn də belə bir şey deyil. ateizmə də Məsələn, siz inanırsınız. məsələn belə bir şey, kitabda yazılanlar sırf müsəlmanlar onu oxuyur, düzdür? İnanır oradakı. Məsələn deyir Allaha ibadət elə, 5 dəfə bunu elə, sübh namazında dur, axşam sevi qıl, başa düşürsən? Orucunu tut. Başa yəni bu o deyir ki, yəni bu boş şeydir. Yəni mən Allaha inanıram. Mən yaxşı əməllər eləyim, mən yaxşı olum. Yəni Allah məni sevəcək, başa düşürsən? O məsələn elə şey inanır. Elə insan var ki, məsələn Allaha inanmır, peyğəmbərə inanır. Eləsə var peyğəmbərə inanmır, Orada da Allaha inanmır. fərqli anlamdan başlayır da. Yəni mən inamı da elə görürəm. Amma müsəlman qardaşım, müsəlmanlar bura çox yaxşı savab işlər də. Bax qardaşım. Mən necə danım ki, mən demirəm ki, Allah yoxdur. Mən demirəm ki, nə xristianlıq düzgün deyil. Allah Xristianlığa sən düzgün deyənmərsən. hə? Sən düzgün Brat, deyənmərsən. vallahi Yox, mən- məsələn deyirəm. Məsələn, ol müsəlman, məsələn, sən xristianlığa ömrü boyu deyənmərsən ki, bu səhv dindir. Və yaxud ki, nəsə başqa bir şey. Çünki onu yaradan da Allahdır. Bilirsən? Yəni privet, salam, salam demək düzdür? Onun adıdır. Bilirsən? Allahın adıdır. Ya demək istəyirsən ki, bir-birinə ziddir. Yəni bir-birinə eynidir. Bilirsən? Elə ki onlar İsa'nı Allah kimi gördülər də belə deyək. Bilirsən? Onlar üçün Allahı məsələn biz üzünü görməmişik. Sən niyə? Çünki bəs bizim məsələmdə niyə hicab niqab taxırlar? Sifətin bağlılar, düzdür? Hə. Məsələn, bu da ondan gəlibdir. Məsələn, sifət bağlıdır. Bilirsən? Ruslarda necədir? Hani yəni когда молятся, bir dənə şey atırlar, sifəti görsənir, düzdür? Məsələn. Onlar da öz beynində İsa'nı seyləyiblər. Yəni belədir İsa. İsa belədir. Yəni Allahı hamı sifətini bağlayır müsəlmanlıqda. Əslində kişilər də bağlamalı sifətini. Müsəlmanlıqda kişi də bağlamalı sifətini. Kişilər də. Ha, kişilər də bağlamalı. Ha, bax, bir sən necə? Onu bilmirdim bu. Bax, onu mən də birinci dəfə eşidirəm. Bax, mən əsl ibadəti, əsl bax dinin içində olmağı bilsən necə görürəm? Doğrudan da, yəni söz əsl mənasında sən özünü doğrudan inkişaf elətdirirsən, güclü şəxsiyyət yaradırsan da, yəni özünə qarşı. Güclüdə baxsan ki, doğrudan da mən bu həyatda nəsə əldə eləmişəm də. Yəni mən elə görürəm. Bax, məsələn, oruç tutmaqdır. Nədən ibarətdir da? Məsələn, İslam üçün. Bax, özüm də hələ bundan qabaq deyirdim ki, mən tək İslamdan barədə demirəm də. Yəni həm ətraflı danışıram da. Bax, İslam nədən ibarətdir qardaşım? Bax, məsələn, sən oruç tutursan, nəyə görə? Sən ac qalırsan, ac qalanda da bura sənin bədənin təmizlənir. Yəni kifayət qədər bir zaman sən ac qalsan, yəni doğrudan da, yəni o şeydə də alimlər də sübut edib ki, bura elə belə şey deyil. Yəni o sənə xeyir verir də, düzdür. Məsələn, pis vərdişlərdən sən özünü uzaq eləyirsən. Yəni bax o da sənə əlbəttə ki, kömək eləyir də. Məsələn, içkidən təmiz özünü uzaq eləmisən, nəmi? Siqaretdən uzaq olursan. Siqaretdən də uzaq olursan, oradan uzaq olursan, bundan uzaq olursan, doğrudan da o da sənin bədənini şey eləyir də. Sonra məsələn müsəlmanlıqda qayda var ki, sən özünü həmişə inkişaf elətdirməlisən, potensialını düzgün işlətməlisən. O demək ki, bura sən yəni kitab oxuyursan, düzgün kitab oxuyursan. Əlbəttə ki, sən durub nə bilim, bura hə, elə şeylər oxuyursansa, əlbəttə ki, yəni o sənə böyük ölçüdə heç bir kömək olmayacaq. Sən elə şeylər oxuyursansa, biznes haqqında oxuyursansa, keçəcəksən biznesini də açacaqsan. Yəni bax, əsl ibadət mən elə görürəm də şəxsən. Bax, mən onu nəyə görə deyim ki, bax, məsələn, mən adam görürəm, bax, ibadət eləyir, əcəb eləyir. Yəni mən durub onun qarşısı deyirəm ki, onun öz namıdır. Onun fikrində, qardaşım, yəni mən nəsə desəm, o elə belə çıxır ki, mən onunla Allahın arasında girirəm də. Yəni o da indi düzgün səslənməz də, bura. Düzdür, məsələn, özünü gəlib binadan atan deyilsən ki. Bilirsən, məsələn də Mən özünü binadan atanlar atmaq istəmişəm. Yox, görsən sən səhv edirsən. Başa düşürsən? Sən özünü olub bura. səhv edirsən. Məsələn, səhv Bax, edirsən. sırf yəni sizə aid deyil yenə də. Bax, vaxtı ikən, qardaşım, mən ateizm içində olanda heç nəyə inanmıram. Düzləşsə qoyda. O vəziyyətə gəlib özümü çatdırmışdım ki, mən binadan özümü atmaq istəmişəm. Yəni Bax, məsələn, görsən sən səhv edirsən, çünki mən əlbəttə ki, onda səhv Səhv edirəm. edirsən. Hansı ağıllı adam, mən o vaxtda ağıllı olmadım. Gəl belə bir şey Amma deyim ali mən sənə. qüvvəyə inandan sonra, Bax. yəni mən ağıllanmışam. Yox, Yəni, o nəsə ali görmüşəm. qüvvəyə aidiyyəti. Amma mən yenə də bildirəm, mən demək istəmirəm ki, sizin belə olmağınıza görə siz ağılsızsınız. Yəni mən onu da demək istəyirəm. Qardaşım, mən sənə qəşəng bir söz söyləyim. Şu yanında Sən- da var. Sən, akıllı canım. Başımın tacı qardaş. Bax, Ürəyim, sən onda şuurdan zəif olursan. Şuurdan gücsüz olursan ki, sən Əlbəttə ki. çarəni Mən onda özünü bura- atmaqdan hə, tapırsan. Mən onda olan zəifliyimi damıram. Başa düşdüm. Ha, əksinə deyirəm ki, mən elə onu bildirirəm ki, mən nəyəsə O inan. sənin, məsələn, Nəyəsə Qurana, Allaha inanmağa aidiyyəti yoxsa, şuuru zəifliyindir o. Bax, sən bundan qabaq da var, məsələn, hə, qardaşım, əlbəttə ki, mənim Düzdürmü? o zəifliyim olur. Şuuru zəifliyidir. Amma Sən- sonra sən bura, özündə şey qardaşım, olan bir şeydir. bax, yenə də enerji topluğu haqqında deyirəm, bura. Bax, sən bax tutaq ki, bax, yenə də misal çəkirsən. Bax, sən bunu görürsən də, yəni. Görürsən, inanırsan da, qardaşım.
sənin beynində də yenə də Allahın varlığı bax belə görsənə bilər. Başa düşürsən? Onu görsən belə qardaş. Qardaşım, bax məsələn sən indi bax bura baxıb, bax bu yola baxıb. Hı. Yəni təsəvvür eləyə bilərsən ki, burada yaşıl maşın var. Bu bax burada yox desən qardaşım, daha mən nə bilim. Yox, mən fantaziya gücümü. Hə də ay bax fantaziya deyirsən. Bax fantaziya. Düzdür, mən onu fantaziya kimi adlandırmıram, amma sən onu görə bilərsən. Və düzdür, bax yaşıl maşın sən indi burada görə bilərsən. Amma məsələn mən burada beynimdə fantaziya elə bilərəm ki, məsələn burada 120 ilə keçir. Mən o yolu bax indi yaşıl maşından görürəm. Bir dənə at şəkili çəkdim. Bir dənə də qardaşım nə çəkək? Bir dənə də futbol topu, Ronaldo. Bax qardaşım, mən onu görürəm. Onu sən yaratdın, Hə. sən gördüyün şeyləri yaratsan. Sən özündən bu dəqiqə nə hərif, nə də ki rəqəm yaradan varsan. Sən gördüyün şeyləri təkrar edirsən hamının arxasında. Din də elədir. Gördüyün şeyi təkrar edirsən. İndi mən nə deyirəm də? Mən indi nə deyirəm? Nə demək istəyirəm qardaşım? Sən onu niyə adlandırsan fantaziya kimi? Mən fantaziya çünki bizə mən nədir? Bax, fantaziya. şuuraltı. Hə. Beynimdə fikirləşdim. Gördüyün şeyi Gördüyüm şeydən mən onu şeytandan. Yəni sən onu yarada bilərsən. Düzdür qardaşım, bu inamı özünə qarşı yarada bilərsən. Yaxşı, onda yetimən də belə deyək, onda. Bəs iş orasıdır ki, müsəlmanlıqda düzgün deyil o. Amma məsələn də Hindistanda qardaşım, məsələn, orada şeydə Karovu da niyə? Ya Hindistanda şeydir, Buddadır. Hə, Slon Budda, Budda. çakri, вот это вот всё qardaşım. Prosta hər şey inamdan gəlir. Yəni şey də ya mən indi burada İslamlığı da pisləmək istəmirəm. Mən əksinə İslamlığı dəstəkləyirəm. Yəni bura, yəni sən İslamı seçsənsə bomba kimi. Mən sən o həmin kimi bu buradakı brat həyat prinsiplərə inanırsansa və bu həyat prinsipləri sənə kömək eləyirsə, niyə də brat qardaşım bu kitabı əlində tutub oxumayasan? Yəni mən belə fikirləşirəm. Və sən bir dənə sual verdim mən. Özündən ya hərf, ya da rəqəm, ya da başqa bir şəkil yarada bilərsən. Şəkil yaradan mənəm, hərf yaradan mənəm, rəqəm yaradan mənəm, amma nəsə yarada bilərəm. Biznes yarada bilərəm. Nəmi qardaşım, kitab yaza bilərəm. Onları da, olan bacarığım da qardaşım, mən necə, bax sən necə, bu həyat tərzim nədən gəlib? Mən yəni belə hesab edirəm də, Tanrıya qarşı olan inamdan sonra yaranır. Qardaşım, başa düşsən, mən ümumi də qardaşım, mən özümü şəxsiyyət kimi tanımırdım. Mən bilmirdim mən nə ilə məşğul olmaq istəyirəm, nəyə doğru getmək istəyirəm. Mənim yaxınım kimdir, uzaqda olanım kimdir. Yəni başa düşsən, mən də o şey başladım nəyəsə doğru inanmağa. Bax elə deyirdim, plasebo qanunu. Eyni sözləri təkrarlamağa başladım. Həyatımda nəsə dəyişdirməyə başladım və doğrudan da gördüm ki, inam nəsə verir də bu həyatda insana. İnam olsa polibon mu verir? Başa düşsən, inam sən inansan ki, gələcəkdə məsələn İslam var, yenə də deyirəm ha. Həmin söhbət olacaq onun üstə. Xristiani, yəni musulmani, вот кто смотрит, mən heç kimin belə də, я ничьи чувства не хочу да задеть. Но в любом случае, да, то есть всё от веры исходит, да. То есть müsəlmanlar üçün doğru budur, xristianlar üçün doğru budur, ateistlər üçün də bir doğruluq var. Başa düşürsən? Yəni doğruluq odur ki, o inam yoxdur. Amma yenə də o inama inanırlar da qardaşım. Başa düşürsən? Mən onu demək istəyirəm. O inamın sayəsində də sən nəsə eləyirsən. Yəni sual verirəm. Bax cənnət deyəndə hara baxırsan? Cənnət necə yəni? Ray deyəndə hara baxırsan avtomatik? Yəni hara düşünürsən? Hara düşünürsən? Haranı düşünürsən? Cənnət deyəndə. Qardaşım, beynində. Açığı bırak bilmirəm. Yaxşı, məsələn də cəhənnəm deyəndə cəhənnəm olar. Yox, sən necə? Məsələn deyirlər Allah, niyə hamı göyə baxır? Cənnət deyəndə niyə hamı göyə baxır? Mən çünki qardaşım. Məsələn, cəhənnəm deyəndə niyə hamı yerə baxır? Niyə? Və o məsələn sənin sualın. O sənin neyron əlaqələri. Yox, hamı da elədi. Şuuraltı proqramlar. Hamı da elədi. Hamı da elədi. Çünki uşaqlıqdan yəni biz bunu öyrənmişik. Ay sağ ol qardaşım. Ana belə çıxır uşaqlıqdan hamımıza deyiblər ki, məsələn biz İslam ailəsi Allaha inanmalısan, düzdürmü? Deməli bir ailə ateist olsa, deməli həmin uşaq da ateist olacaqdı da. Düzdürmü? Yox, ona baş salacaqdılar ki, məsələn belə şeylər bozluq şeydir. Belə şeylər yoxdur. Düzdürmü? Mən də həmçinin. Sən də məsələn İslam ailəsində böyümüsən də? Mən özüm bırak, bizdə heç kim namaz qılmır. Ümumiyyətlə, inancımız var da Allaha. İnam deyəndə qardaşım, mən prosta inam söhbətini qardaşım hamı fərqli qəbul edir. Başa düşsən? Mənim qardaşım, bax şükür Allaha. Çox. Yəni mən sporlaşma qardaşım, diskussiya. Мы diskussiya, это diskussiya. Hə, prosta brat. Sən necə? Biri var Allaha inanasan, biri də var Allaha inanasan, bura. Amma ibadət eləməyəsən. İbadət eləməyəsən. Biri də var qardaşım, adam var ki, qardaşım yeri gəlsə Allaha inanır. Hamıya bir dənə adam vardı. Biz həmişə dayandırırdı kimyatlarda. Deyir ki, siz sırf namaz qılmalısınız. Mən deyirəm ki, mən namaz qılmıram. Mən indi özümü hazır eləmirəm. Mən ya hazır hiss eləmirəm. Hazır hiss eləmirəm qardaşım. Mən yəni şərt mənim üçün brat. Yəni pis də çıxmasın.
Ya mütləq qardaşım sən namaz qılmamalısan. Mən necə görürəm? Mən onu elə görürəm ki, qardaşım sən nəyisə inanmalısan. Yəni mən inanıram ki, mən Bir dənə sual vereyim. Hə, Yəni daha doğrusu bir dənə sual yox, söz deyim. hə. Və ha məsələn hamımız aiddir. Yəni onun heç cavabını özüm tapamamışam. Hə. Bir ateistli bir müsəlman. Müsəlman gəlir ateistə salam verir. O nə deyir? Nə deyə bilər? Necə yəni? Müsəlmanam, mən müsəlmanam məsələn. Hər halda- Sənə salam verirəm. Görüşür də, yəni fikrini Hə, bildirir salam. ki, sənə də salam. Nə deyirsən? Salam. Niyə Allahın adını çəkirsən? Allahın adı, necə Allahın adı? Salam Allahın adı. Salam Allahın adı Adamın deyil yox, qardaşım. adı. Yaxşı sən şeyləri götür də. Ateisti götür başqa ölkədə, hansı ki ümumi də, yəni başı qabağın orada müsəlman çıxmır, orada o salam demir, axı orada deyəcək ya Çində məsələn deyəcək ni hao. Nihao da salamdır. O da salam. Hamısı salam privet bir şey. Hə. Hamısı Amma, salamdır. Salam da Çində- ərəbdən hə. gəlib. Ərəb Amma müsəlman da Çində- ərəbdən Hə, gəlib. amma Düzdür? Çində qardaşım müsəlmanlıq yoxdur axı böyük ölçüdə. Ateistlik Var, var. var. Mən Ateistlik mən də, sən hə. o sən başa düşmədin mən nə demək istəyirəm. Mən yerim Çin deyil. Başa düşsən? Mənim yerim Çində toşu. Bax, Məsələn sənə salam verir də, sənə salam verir. Ateistsən, düzdür? Sən Azərbaycanlısan, Çinə getmə. Sən bu dəqiqə Azərbaycanlısan, Ha. sən Azərbaycanın Sumqayıt şəhərindəsən. Sən getmə Çinə. Sənə deyir, sən ateistsən, mən müsəlman. Sənə deyirəm salam, nə deyəsən? Nə deyəsən? Nə sənə mən salam deyəsən? Orada salam deyəcəm. Allahın adını niyə çəkirsən onda? Hə, burada nə deyəsən? Ateistə. Hə, mən Deməsən ki, mən onda deməsən ki, ateizm düzgün deyil. Mən ibadət prosto eləmək. deyirəm. Yox, prosto deyirəm. Просто qardaşım. Demirsən просто на- diskussiya edirik. Hə, я не знаю, на что на это. Ну, поздороваться. Görsən hamı heç kim bilmir. Мы привыкли. Вот, yox da, Yox. hə. Hə, nə deyəsən? Necəsən deyəsən? Hə. Kişidə Necəsən deyir? qayıtda da Necəsən deyir? Salam deyir. dalmaya atıyor yəni. Ağzı s**tiyəm. Yəni ki, belə eləyəm başımdan. Mənə O nə qardaş, deməkdir? lişni Başımdan kömək belə eləyəm. eləyir. Keşi salamlaşdım. Sən Yenə də salam olurdu ortada. Adını çəkmirəm ki, başımdan belə eləyəm o Ha, onu eləyirsən. Məsələn Hə. deyirsən yerdədir Çinimə. Çində də amma şey, salamlaşanda belə eləyir. s**. Ağzına Nə var? Yürü Prosta lan diskussiya deyir. edirik. Söhbət ondadır ki, həqiqətən bu tema var. Bəs belə eləyəm o s**. Yox, elə eləmə. Məsələn də, bax adicə uzaqdan, bax məsələn də lap o yandan. Niyə bizim barmaqlarımız bu məsələmdə niyə bu söyüş olur? Niyə bu fiquşka olur? Niyə də bu məsələn niyə? Deməli bu kimsə bunu deyib ki, bədən bu dili, belədir. jest dilidir. Hə, bunu kimsə deyib ki, bu budur. Hə. Ondan da bəri gəlir. Hə, Din bro. də həmçinin. Hə, İnsanı, indi- normal insanın elə bil necə demək, bir addımın elə bir yuxarıdır. Məsələn sən normalsan ibadət edirsən də, məsələn inanırsan nəyəsə, düzdür? Hə, əlbəttə. Amma sən inanmasan nəsə başqa bir işlər eləyərsən də, düzdür? Qardaşım, inan sən- prosta bura, bilsən necə? Hətta Bax, qulaq as sən də. enerji, həyat enerjisi bilirsən nədir qardaşım? Həyat Hə. enerjisi ondan ibarətdir ki, sən svejisən də, brat. Yəni sən svejisən, 60 il yaşamayasan, 90 il yaşayasan inşallah, 100 il yaşayasan. Həyat enerjin aşağı olanda, brat, az yaşayırsan. Həyat enerjin çox olanda çox yaşayırsan. Və dində, nə bilim Hindistanda, orada burada elə bir şeylər yaranıb ki, brat, sən ona inanıb həyat enerjini yüksəkdə saxlayasan. Bədənin sağlamdır, beynin sağlamdır, psixoloji vəziyyətin, mental vəziyyətin, fiziki vəziyyətin o olanda qardaşım salamatsan. Salamat olanda da bura xoşbəxtsən də, bura. O da səni xoşbəxt edir də. Ona görə də dində Allah qarşı olan inam xoşbəxtlikdir. Bu xristianstır. Bəs yaxşı ateistlər niyə yoxdur? Ateistə bura mən demirəm ki, sən Məsələn necə deyirəm, məsələn. ateizm qardaşım. Ateizmi sən necə beynində fikirləşsən? Ateizm qardaşım, bilsən necə? Mən bilirəm ki, ateizm də bir inamdır. Это тоже какая-то vера. Yaxşı, bu ateizm deyəndə beynində Mən- amma sırası nə mən- canlanır? Ateizm qardaşım. Sırası şeydir, keçinin başı, svastikalar zatlar, nə amma orada Satanizm. də, o yaranır. Düzdür? Qoy fikirləşim cavablayacağam düzgün. Məsələn, ateizm deyirsən. Ateizm qardaşım, yenə də bayaq bildirdiyim kimi, yox, bayaq bildirməmişəm sizə, indi bildirəcəm. Ateizm mən necə görürəm qardaşım? İnsanın öz həyat seçimi var. O həyat seçimi yeri gəlsə əvvəl məndə də olub 3-4 il ərzində. Yəni əlbəttə ki, mən öz həyat təcrübəmə görə, yəni istəyərəm ki, bu insanda nəyəsə inansın, hansısa ali qüvvə, nəyəsə doğru yəni. Amma yenə də insan özünü rahat hiss eləyirsə, özünü xoşbəxt hiss eləyirsə, belə həyat tərzi ilə tamam, okey, öz həyat seçimidir. Yəni həyatın axırında özü qərar verəcək, düzgün eləyib ya yox. Prosta mən dəqiq onu bilirəm ki, brat,
biraz brat dindir, müsəlmanlıqdır, odur, budur, yəni bütün hər şey deyirəm də. Biraz səni pis vərdişlərdən, sənin həyat enerjini götürən şeylərdən uzaq eləyir deyənə. Biraz mən onu görürəm ki, doğrudan da biraz insana daha çox kömək edir. Yaxşı sən məsələn də indi mən 2 dənə Ona görə də bura qardaşım mən səndən daha çox enerjiliyəm. Məsələ odur. Ona görə də bura onu demək istəyirəm ki, qardaşım, yəni mən istəyirəm ki, sən mənim kimi daha çox enerjili olasan. Amma sənin indi məndən az enerjin olmağın, yəni yenə də sənin öz seçimindir. Sən deyə bilərsən ki, bura mənim üçün belə rahatdır. Yəni sənin üçün belə rahatdırsa, qardaşım, bomba kimi. Səninlə görüşəndə 3 dəfə, 4 dəfə bir-birimizi öpürük. Yəni nəsə problem eləyir, qardaşım bizim aramızda. Hə də bax beləcə. Prosta ateizm qardaşım, nə bilim, biraz 2 dənə bilirəm, proisxождение bilirəm. Prosta biraz mən elə fikirləşim, biraz ziyan edir. Amma yenə də nə bilim. 2 dənə proisxождение bilirəm. İndi sən hansı proisxождение inanırsan? Necə insan gəlib bu dünyaya? İnsan necə dünyaya gəlib, brat? Bax məsələn mən bu yaxınlarda müsəlman dostum qardaşım demişdi ki, Allah cinləri və insanları yaradıb ki, onlar ona ibadət eləsin. Ya bax belə deyil. Mən açığı təmiz başa düşəmirəm bunu. Yəqin yəni özüm dilin mən də bilmirəm onu. Mən də bilmirəm. Yəni mən bilmirəm brat necə biz yaranmışıq, necə düşmüşük, burada olmağımızın səbəbi nədir. Amma onu dəqiq bilirəm ki, brat. Yəni mən bilmirəm nə üçün doğulmuşam, amma dəqiq bilirəm ki, qardaşım, həyatımda nəsə eləməsəm, hipotezalar var da, amma məsələn dinozavrmi, meymun, eləsi var ki, qumdan gəlmişik, eləsi deyir qumdan gəlmişik. Eləsi var başqa şeydən deyir. Krisalardan da deyirlər gəlmiş. Eləsi var. Yox, zarafatsız biz krisalarla bizim nəsə axırda совпадение какие-то есть очень сильные большие. Onda olsa donuzla da. Donuz. Bax görsən, hə, yəni mən onu demək istəyirəm ki, brat, mən bilmirəm. Məsələn, bax dinozavr, bu məsələn bax mənim maraqlıdır. Dinozavrı məsələn açıqlasınlar mənə. Dinozavrın məsələn getməkləri, gəlmələri, onların hələ də lap məsələn inanıram, sümükləri var, bəlkə də maketdə düzəldiblər özləri. Amma hardan çıxardıblar bunu, hardan biliblər? Yegipet. Başa düşdün? Yegipet. Yegipet özü lap proisxождение olsa, onların özünün hərəsində Allah var. Hə. Günəş Allahı var. Bokson Sarat. Hə. Sonra adı nədir? Nebi var. Hə. İtim var. Belə pis çıxmasın, havanın var. Günəşin var. Nə var? Vozduxun var, qumun var. Görürsən? Onlar hamısı Allahdır. Onlar hamısı Allahdır. Yəni belə getsən lap dərinə, Yegiptə. Görürsən? Древнегреческая мифология. Bax, məsələn də niyə bu həyatda? Сколько миров чудес мира? 7. Точно? Чудес света. Да. У нас, ну, по истории именно, yəni история oryentирован. Mən tarixə yox. İstoriya neçənci sinifdə oxumusan? Çoxdan. 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 Amma bilirsən ki 8 dənə. 8-ci nədir? 8 dənədir. Biri Yegiptdir, düzdür? Botanический сад, там что-то такое. Biri botanический saddır. Это точно ботанический сад? Nəsə deyəsən başqa adı var. Yo, yekə güllərdir. Hə, şeylərdir. Bir dənə şey qaldı da, Egiptski Bir piramid. şeylərdir, Kolizeydir. Hə. Kolizeydir. Sonra başları çıxır yerdən. Yadımda deyil axı, yadımda. Smiley də var ya belə sifət. Bilmirəm. Daşdan elə bir sifət içərdi. O da daşdan elə belə sifət var elə. Hə. Bax o. O bilirsiniz ki, əslində qumun altında bədəni var. Necə salıb var da. Necə gəlir? Hə, brat, yəni belə şeylərə görə də, məsələn, yox olduğu kimi də, yəni mən belə görürəm. Nəsə demək ki, güc var da ki, yəni niyə gəlmişik bura? Niyə? Yəni niyə biz məsələn bu dəqiqə... Hə, bax yenə də, mənim bir dənə cavabım qardaşım, bu sual var, bir dənə cavab verirəm. Mən bilmirəm nə üçün doğulmuşam, amma dəqiq bilirəm ki, brat, inkişaf üçün, böyümək üçün, həyatda nəsə əldə etmək üçün. Çünki brat, onu dəqiq bilirəm ki, brat, mən indi hərəkət eləməsəm, addım atmasam, ömrümün axırında 100% peşmançılıqla, brat, əllərimi başıma vuracam, deyəcəm ki, brat. Onu sən özünə görə fikirləşirsən. Hədə mən cavab verirəm. Bəs əlbəttə ki, mən demirəm ki, şərt işi də elə fikirləşməlidir, sən də elə fikirləşməlisən. Günə qalanda da qalır. Məsələn, bu özümü öldürürəm, deyirdim, özümü öldürürəm. İstəyirdim 4 il bundan qabaqdan. Aha, bizim birdən fikirləşərsiniz da ki, Ayxan Net. 4 il bundan əvvəl beynində fikirləşə bilməzdin ki, məsələn, cavan yaşda yenə də qoca yaşında öldürür. Nədən, niyə dayandın? Dayandım çünki o zaman o adam məni saxlamasaydı, mən
bəlkə də hal-hazırda indi sizlə burada oturmuyor. Bəlkə də yox oturmayacaq. Çünki Yaxşı saxladı. Yəni- Bəs ondan sonra niyə eləmədin? ondan sonra nəyə görə demədim? Çünki bura nəsə fikirləşdim ki, nəsə dəyişdirmək lazımdır həyatımda. Yəni mən Ondan Canımı şirin birimsən. hə, canımı sonradan şirin bilmişəm. Bəlkə də bura satmazdı. Yəni çıxmışdım mərtəbədə idim. Bəlkə də o zaman satmazdı eləmək, amma niyyətim çox böyük idi, yüksək idi. Yəni mən istəyirdim sözün mənasında. Bəs sən şey söhbəti bilirsən? Sən necə? Sən istəyə bilərsən. Özünü oradan aşağı atan da deyirsən ki, ay bunu elə. Hə, aysa yaqin şeylə olar. Başa düşün. Bəlkə də Deyirdim ki, yox. Allah O zaman brat, amma başını buraxardım hər şeyi. şeyim qardaş. Yaşayardım da özüm Yəni üstündə. depressiyada, bilirsən depressiyada olma səbəblərim də var idi, amma mən indi heç depressiyada inanmıram. Yenə də bu bayaqki dediyim söhbətdə. Sən özünə inanırsan. Mən inanıram ki, brat, sən nə fikirləşsənsə həyatında odur. Fikirləşsənsə düzgün mənim üçün budur, deməli düzgün mənim üçün budur da. Yəni şükür Allaha, brat. Yəni səncə mənim məcburi heç kim şey Amma eləmir. məsələn sənə indi bir dənə sual verim. İşlətmir, məcburi mən heç Bu kim həyatda indiki zamanda Hə. bir problemə düşəndə, bir də qlobal bizim ölkələr arasında olan problem Siyasət. nədir? Müharibə. Ha. İlk problemə düşəndə iki dənə at çəkilir kimlərin? Allah, Bir Allah, ikinci kimdir? ikinci kimdir? Səncə? Müharibə dedim. Əskər. Əskər. Ha. Niyə onların adını çəkir? Sual sırf nəyə doğru gedir, hə, başa Dinə. düşmürəm. Dinə uyğun dedim. Yəni din Niyə müharibə problemə yaradır, düşəndə- yoxsa Niyə problemi düşəndə Allahı çağırırsan? hə. Müharibə olanda əskəri deyirsən ki, əskər gəlsin. Məsələn də dua eləyirsən əskər üçün. Buna cavabını bir dənə də qəşəng sualım var sənə. Amma cavablandır sonra. Hə, ya sualı düzgün bir də şeylə, bir də yığaqsa bir vadda çıxır. Deməli, Problemə düşəndə məsələn bax sən Allah eləməsin məsələn də Salam aleykum bro. Aleykum salam, aleykum salam. Qaqa sən sushi qaqa deyirsən. Ha, Sakura. Sən mənə Salam bir dənə aleykum hel bro. ver. Hə? Hel ver sonrası bir dənə. İstəyəcəm Safraya sənə gəlmisən. Nə rahat qızım verir. Yəni dolmusan. Ay yox. Gəlmisən sən? Ay yox istəmirəm. Ay mən sushi yemək qaqa. Yəni be brat, belə üzdə şey olmur. Bilinmir üzə baxarlar. Hı. Hə, Cavabını. bax qardaşım. Təkrar Akkumulyator olmasın. Allah'a inanırsan bura. Mən bu dinə inanıram ki, bu tərəfinə. Qaracı Maraqlıdır qardaş. Maraqlı, açığı buradır. Mən sən dediyim müsəlmanam. Mən müsəlmanlığın demək olar əksər qaydalarına əməl eləmirəm də məsələn. Aha. Okey. Deyim Mən ki, savada xristianam, oturmadım. Bazar günləri yatıram. Ha. Deyim ki, yəhudiyəm. Şey, məsələn də. Milyonçu deyiləm. Hə, milyonçu deyil. Ha. yer az deyil. Deyim ki, deistəm. Yox, dinlərə də inanıram, Allaha da inanıram. Ha. Yəni deistəm. Agnostikəm. Hardasa biraz agnostikəm deyək. Aha. Okey. Nə bilim. Qəşəng. Canım sənsə, ateşpərəstəm, Novruz bayramında, hə, normal toplaşırıq ancaq. Ha, bax görsən, görsən. Bunun başı sən mən ləzzət edir. Davam elə, davam elə. Sən ateş yesən. Deməli inan Ateş necəsə. fındır şeydən. Var, inamın polnu var, polnu. Ha, indi bax bir Mən dənə- o deyiləm. Ha. Yox, sən İnamlarla problem yoxdur, mən o deyiləm. inan sənə necəsə kömək edir qardaşım həyatında. Mən elə bir şey düşünməmişəm inamlara qarşı özüm üçün. düşünməmisən. Yəni inam bəlkə də bura üçün deyil, ora üçündür. Bu hissəsini kəs Yox, bura, bu pol deyil, bu şey, YouTube, Instagram, hər yeri bura. Videoya düşdü. Salam aleykum. Ulan salam. İnan ki, Mən onu görməmişəm. çox gözəl söhbətdir da yəni. Sən bu var ha, səsi atacaq. Peru kəs bro. Belə onlara da inanıram. Yox, sən belə bir şey izah edin ki, Belə elə videoda düşməsin. Ay heç də düşmür, o uzaq baş şeydir. Oğlum bu kimdir oğlum? Mən bilmirəm. Yəni sən bunun sualını cavab ver. Hə, bir dənə sual təzədən ver qardaşım. Oy, be. Yox, təzədən qaydaq bir dənə Bax, sistemimizə. problemə Mən düşəndə. həqiqətdə Amin. Hə, əskər. Bax, məsələn Hə, də, deməli, problemə hə, düşdün. məsələ ondan ibarət. Allah eləməsin məsələn də ya nəsə oldu da, maşın vurdun, ayağını qırdın, ya belə Referans bir yaxın Hə, yox. yaxınlar var, Yəni Sabran. yaxınlarına nəsə oldu. Şöyə qalın ver. Çox istədiyin adamlar məsələn nəsə oldu, problem, əməliyyat keçirdi. Dua eləyirsən düzdür? var. Hə, Məsələn. gətirək. Hə, məsələn də dua eləyirsən düzdür? Dua edirəm. Problemi düşəndə əskərə tərəf olursan, düzdür?
Əskərdir müharibə edən. Hə. Voyvoda edən əskərdir. Ha. Yəni əgər belə şeyi oxusan, qanunda tipa bu hərbi şeyini. Lüboy vəzifə müharibə şəraitində hamısı əskər. Mən müharibədə olmuşam bu arada deyim. Antiterror, axırıncı antiterror Kəlbəcər, Ağdərə, Xankəndi. Orada iştirak etmişəm. Sənin. Nə yandıran belə? Yaxşı olsun. Hə. Nəysə. Lüboy müharibə şəraitində general olsun belə, polkovnik olsun, kim olur olsun, hamısı əskər olur. Avtomatik hamısı əskər olur müharibə şəraiti olur. Yəni o sözə də uyğun deyirəm ki, yəni niyə çağırırlar? Nəyə görə, nə səbəblə? Yəni demək istəyirsən ki, əskərə vaybat edir, amma Allahın adı çəkilir. Yəni əskərlər eləyir, Allah eləmir, əskərlər eləyir. İkisini də deyirəm. Niyə ikisinin də adı çəkilir? Allahın adı çəkilir çünki Allaha inanırlar. Sən çox Yaradıb Allahla. Nətər? Sən bizə necə yanaşdın söhbətə? Öz beynində olan fikri izah elədin. O xoşuma gəldi. Əlasan. Öz fikirdir. Amma düzgün cavabı demədin. Düzgün cavab qardaşım, sənin üçün olan düzgün cavab sənin. O sənin özünə görədir. Hərdə brat, mənim özümə görə. Gəl qardaşım, sən bir dənə də sual verim. Mən təzədən qardaşım cavab ondan ibarətdir ki, var adam Allaha inanır. Yəni Allah üstündür, adam da yəni burdadır, müharibə. Hə belə də necə cavab verir qardaşım? Hə ya cavabı nədir qardaşım? Sən bir dənə bunu deyəndən sonra bir dənə sual ver. Cavabı odur ki, özüm bu cavabını axıra kimi getməmişəm. Çünki mən də sənin kimi öz fikrimlə qalmışam. Amma onun cavabı dini İslamdan gəlir. Sən niyə? Əskər öləndə şəhid deyirlər. Şəhid niyə deyirlər? Çünki o vaxtı müsəlmanlarla şeylərin döyüşü olanda şəhid deyəcəkdim mən sənə. Şəhid deyirlər. Bizimkilər şəhiddir. Şəhid. Hə biraz dəyişib. Şəhid deyirlər. Dəyişib. Bax, o dini yolla gəlir o suallar. Yəni onun cavabları. Yox, düzgün şey eləmədim. Ha qardaşım. Əvvəllər müharibə nə üstündə olurdu? Fərqli səbəblərə görə. Torpaq üstündə olmurdu ki. Hardasa qadına görə, hardasa torpağa görə, hardasa kimsə nəsə lazımsa söz deyib ona görə. İslam dininə görə olur, düzdür? Tək İslam deməzsə ki, tək İslam dininə görə. Qulaq, ən son müharibə dinə görə olurdu, düzdürmü? Brat, cavablaya bilmərəm. Onu bax, Əsaslanma eləmə. Mənə brat, tarix müəlliməm cavab verər. Tək. Allah. Hə. Bax qulaq, onun özü ateistdir. Onun seçimi, vыбор в жизни. Bizə necə? O da çünki tarixi cəhətdən fikirləşir, deyir ki, yəni düzgün deyil. Onunla müsəlman dedim özümü. Dedim ki, müsəlman idim onda. Sən müsəlman olmusan? Hə. Dedim mən müsəlmanam da. Mən qayıtıb nəyə görə? Mənə əsas göstər. Qırıldı qaldım. Elə görürəm ki, fikrində düz imiş. Qardaşım, sən müsəlman ol. Ya, ürəyəm. Denə qardaşım, buyur. Amma mən sonra bir dənə normal sual verəcəm. Qardaşım, dinə görə müharibə edirdi. Ona görə şəhid adı qazanırdı. Düzdür, şəhid adı dinə görə hardasa baxanda düzdür. Axşam xeyir, brat. Başa düşdün nə? Yanvara manatdan gedə bilərik. Yox, 2 manatdan. 2 manatdan. Satanda verərlər də manat orada olar. Necə? Satanda manat orada verərlər olar. Yox. Nağd. Olsun, mən deyirəm vatanı çıxarsın. Yaxşı. Hə. Dinə görə müharibə olur da. Düzdürmü əvvəllər? İndi isə amma torpaq üstündə müharibədir. O şəhid sayıla bilər hardasa. Din üstündə. Çünki dinə görə döyüşürük bu. Amma indi torpağa görə döyüşür. Niyə şəhid adı verilir? Torpaq mı qardaşdır? Ya at qəlbədir. Yox, belə də çıxış düz deyir. Mən qatılıram. Torpaq niyə müqəddəsdir? Niyə müqəddəsdir? Müqəddəsdir çünki qardaşım sən qardaşım müqəddəsdir. olmalıdır da necə müqəddəs olmasın ki, sənə gəlib belə pis çıxmasın. Dindən müqəddəsdir. Sənə görə dindən müqəddəsdir. Torpaq qardaşım. Mənə görə qardaşım. Görsən sual verirəm. Qardaşım görürsən səni mən də bilirəm. Gəl mən sənə izah eləyim. De. Vasitəsi deyən bir şey var. Onu anlayırsan da yəqin ki, vasitəsi nədir? Torpaq bizim üçün Allahın nemət vasitəsidir. Başa düşün, torpaq da müqəddəsdir. Torpaq çox müqəddəs bir şey sayılır. Bizim nemətimiz oradan çıxır, nə bilmək. Biz torpaqdan yaranmışıq özümüz. Torpaqdan yeməyimiz gəlir. Nə qızıl götürür. Yaxşı, gedib Rusiyan torpağına görə ölərsən. Haranı? Rusiyan torpağına. Rusiyan torpağına baxım nəyə görə ölürəm. Yox, getdim. Məsələn də buranın torpağına görə ölərsən. Oranın torpağı, buranın torpağı torpaqdır. Oranın torpağına Mən Rusiyanın çörəyini yeməmişəm ki. Hə.
Sən buranın kimsən, düzdür? Mən buranı kim? Sən əcəldən də bilirsən ki, buradır. Yəni Hə. budur da məsələn də. Hə. Buradan Oradakı da əzəldən bilir ki, odur da, qardaşım, odur. problem Nə o var. gəlib burada eləyəcək, nə də ki biz gedib orada şəhid Pula olacağıq. görə gedib eləyirlər. Amma pula görə eləyəsən. Mənim vasitəsim budur axı, onun vasitəsi də odur. Sözümün canı budur qardaş. Hadi mən başa düşdüm sən, yəni nə demək istəyirsən? Yəni buradan sənin çörəyin çıxır, buradan sənin buradan mənim yeməyin suyum çıxır. buradan mənim qanım çıxır, buradan mənim həm vətəndaşlarım çıxır, həm vətənlərim çıxır, din qardaşlarım çıxır bu torpaqlardan. Dinin nədir? Dinim və izah elədim gedərini. Yox. Tam dəqiq bir şey demək. İzah elədim də bax. Qatmıyor da bunlar. Yaxşı. Xahiş edirəm. Başa düşürəm ki, O motorlarla qısqırısan, yəni qıcıldayır. Müəyyən nüanslar var ki, orada insan metabolizmasında ümumiyyətlə Antarktidada olduğu kimi ərimələr baş verir. Bəli əzizim. Müharibə də, belə də bura. Qaqaş deyir. Oğru set kimi deyil, gəlir gedir. Belə cana bura. sənin fikrin xoşuma gəldi. Dəstəkləyirəm sənin fikrini. Bax, mən də bir səni necə yandan Əladır. Qəşəngdir. Yəni ağıllı danışsan. Dəli danışmırsan. Boş danışmırsan, belə deyil. Yo, bura mən boş mənim üçün çünki bura mənə qarşı inam, iman, qardaş ibadət elə ondan ibarətdir ki, sən bura nəsə öyrənirsən, inkişaf eləyirsən, nəsə doğru gedirsən, sən Zəhmət olmasın maşını xatlayıb, arxaya biraz verimləri köşkülüyorum. sözün əsl mənasında Tanrıya qarşı, ali qüvvələrə qarşı olan inam da ondan ibarətdir ki, mənim üçün sən inkişaf edib nəsə sözün yaxşı mənasında dilin uzun olur da, qardaşım. Başa düşürsən, mənim də dilim uzundur ki, mən nəsə deyə bilirəm, bura. Yoxsa ki, qardaş, mən ancaq durum deyim ki, hə, belə də yəni, yenə də yankovuzla texnika ki, ancaq Allahu Əkbər, beynimdə də, brat, heç nə olmaya, əlbəttə ki, brat, sən mənim, məsələn də, mən sırf müsəlman olsam, əlbəttə ki, brat, gülməli görsəndirəm. Sən ancaq deyə bilirsən ki, Allahu Əkbər, amma sənin beynində bir savad yoxdur. Yəni Allah Akbar sözü gəlib hansı mənada çıxır onu başa düşmürsən. hə, aysa bir inkişafın yoxdur, sən bildirə bilmirsən. Amma buyur qardaşım, denə bura. Məsələn, Quranı oxuyurlar da, sən onu oxuyursan amma başa düşmürsən nə deyir orada. Bax, aysa Suranı sən necə qəbul edirsən? Brat, sənin beynində nəsə olmalıdır. Ərəbcə kimsə nəsə deyir, nə bilim, nə. Hə, o aysa qaqacan. Hə. Hə. Hə, brat. Gərək onu başa düşəsən. Nəsə Gəlib deyəsən. başa, yox, brat, sırf şərt, mənim üçün şərt deyil axı İndi sırf ərəb. söhbət görsən bu məsələn, lüboy bir hansısa Sübhət kimdə? inan ismini qoyur. Qoyuram burada solda. Hansısa Ya da bir belə qoymuşam belə. hansısa bir Pul zat Yox, yoxdur yox, qardaşım. star öyrənişdi, qoy, Hayır, rahat ol. məsələn hansısa bir inandır da, Nəsə. ateizm olsun məsələn də. Mən bir dənə qəşəng Onu da- barmaq qoyuram yadımdan çıxmaz, sol Hə. verəcəm sonra. O da hamısı başa düşdüyündən sonra gəlir. Sən necə özünü başa düşmüsən? Bu necə özünü başa düşür? Mən necə özümü başa düşmüşəm? Sən özünü necə başa düşür? Görürsən? Yəni onlar özünü başa düşəndən sonra bu şey bilirlər ki, mənim inanım nədir? Mənim Amma məsələn, bu dinimdən, mənim qaqaşda yolum elə nədir? inanır. Yazır ki, her bu mənim seçimimdir. Hə. Başa düşdün məsələn, hər insan öz seçimi var. Hə, ona görə də brat, mən yəni heç vaxt deyə bilmərəm ki, müsəlmana ya da xristiana ya da meditasiya eləyəndə Buddanın qabağında olana deyə bilmərəm ki, sən düzgün eləmirsən. Yəni O yenə də öz bildiyini o deyir. öz bildiyini deyəcək. Həm də brat, yenə də insan özünə qalan bir Doğulu şeydir. böyüdüyün yerdə çox böyük rol oynayır. Hə, Hətta əlbəttə, ailəndə, hətta əlbəttə cəmiyyətdə. ki, əlbəttə. Ətrafında. Hə. Ətrafı əslində çox rol oynamır. Yox, çox rol oynayır. Ətraf Soruş niyə? Ailəyə qarşı insanda qorxu olur. Müəyyən bir qorxu olur. Ailənin getdiyi yolu getməlisən kimi bir düşüncə olur. Ən azından bizim ölkədə belədir. Başqa ölkələrdə yaşamamışam, başqa ölkələrin mentalitetini mənimsəməmişəm, dəqiq deyə bilmərəm. Amma şəxsi düşüncəmə görə belə deyə bilərəm ki, yəni insanın ailəsi əsas rol oynayır bu barədə. Siz görmüsən mən bundan sonra bu vaxtlar söhbət eləyəcəm. Saat 3-dür, 4-də işləyir. Mən sən bu vaxtdan sonra gələcəm bu vaxt söhbət eləyəcək. hə, yəni Sonra çox qəşəng danışdıq, xoşuma gəldi. Sabah gələcəyik bura. hə. Sabah Bakıram, sabah mən hara getsək gedərdim. Hara? İşdim var. Oy. Yaxşı. İndi məndə bax bir Sən- dənə, bax bayaqçı sual var, bir dənə Arxamdasan ha. verəcəm. Elə sənin bax birinci hissi Mən verirəm. mən xəstəyəm. Bax qardaşım, Ya. Mən qripəm. mən ümumi də, yəni sırf tək Allahın adını çəkməmişəm. Ümumi demişəm ki, brat, mən hansısa ali qüvvəyə inanıram. Bax, sənə indi bax sual verirəm. Yox, bundan qabaqda bəs demişəm ki, ali qüvvə mənə nəsə verib. Yəni bax buna görə mən belə, yəni həyatda bunu başa düşmüşəm, dərk eləmişəm və nəsə həyatımda dəyişmişəm. Bəs saat brat, oynayır onda. Bəs qardaşım. olan var elektron qrip. bəs brat,
ateizm sənə nə verir? Bir dənə bax mənə indi bax onu açıqlamasın. Ateizm mənə. Hə, brat, mənim maraqlıdır qulaq asın. Bax, mən sənə bax bu qədər şey demişəm ki, doğrudan da həyatıma çox Sən kimi özünə inanmağım. Ha, acaba üzülürsən. Bir dənə cavabla da isin. Özümə inanmam. Özünü necə də, yəni bir ətraflıca qardaşım. Özüm rahatçılığımı tapmışam. Bu bir. Səbaya xanlar bu axşam. Və Bu iki. ikincisi, Hə, bu iki. yəni bir həyat yaşayıram. Necə Heç bir şey vecimə deyil. necə heç vecivə deyil. Bu dəqiqə gəlsin buna vursun vecimə deyil. Sən necə sənə vursan? Sən bu dəqiqə qardaşım məsələn də. Sən Allah göstərməsin qardaşım. Alkaş olsan, yəni sənin həyatıma necə təsir edəcək? Pis təsir edəcək də. Çünki bu onun seçimçisi olmaydı. Yo, mən onu demirəm. Yəni pis təsir edəcək qardaşım. Tutaq ki. Hə, yəni deməli pis şeydir də. Yəni bu sənin vecivə deyil. Yox. Yəni sənin həyat səviyyən, yəni bizi belə çıxmasın alkaşın hörməti, yəni hardadır? Alkaşa qardaşım, Ha hörmət qardaş, edirlər, bırak, insanı. Birinci özünü görə hörmət edirlər. Nəsə əməl elədiyinə görə hörmət eləməzlər. Alkaşın Sən sabahçı qardaşım. bilsin. Alkaş Bax. öz beynini Ha qardaşım. sən bilirsən, o bütün neyronlarını Ha, o neynəmlə o özünə aid. özünə aiddir, amma mən indi səndən sır söhbət çox- edirəm. Mən ki onu eləmirəm. Mənim kimi şuur altı düşüncəm var. Yəni, Qaqa, əlbəttə mən ki, yəni sənə ləzzət eləməz, istədiyimi eləyirəm. Düzdür. Mən o mənada deyirəm. hə. İstədiyimi eləyirəm. Hara ürəyim istəyir gedirəm. Hə. Nə bilim, rayona istəyirəm, rayona gedirəm. 14 mərtəbə. Bakı istəyirəm, bu dəqiqə durub gedirəm Bakıya. Elə mənada bax. Şey var değil mi? Başa Ha, düşürəm. qulaq asıram bura. Məsəl üçün, Sonra bunu yemək verir. tutaq ki, mən istəyirəm məsələn, nə bir şillə vuram, düzdür. Hə. Məsələn, bax elə. Elə Aysa. pozitiv bax, negativsiz. Ha, sonra bura denəm. Yəni bax bunları veribdi. Yəni bundan artıq mən nə istəyə bilərəm? Masonizm. Yəni O yenə də bax, bilirsən necə Mən bax. danışıram, sən mənə nə deyirsən? İnsanı bax İsmail tərəfdən də, sənin tərəfdən də. O insanın zarafatsız özündən asılı da. Bax məsələn İsmailin hər şeyi var. Ya oy videoda Yox, yazdım. mən bayaqdan söyüş Hə. söyləyim. Yox, əvvəl sizə bildirəcəm ki, Söyüş 18 kilos. hə, hə. Altı da şey Harda deyirsən, 16 paylaşırsan, kilos. dilimizdə. Hə, Instagramı verərəm qardaş. Köşkü adam ya da. Müəllim qaz. Первый видос мне тоже скинешь. Я реально было очень интересно. Bax məsələn də bu dediyim hər şey var. Vecinə deyil. Görürsən? Yəni bunun belə çıxmasın pulu var, maşını var, nəyisə var, yanında adam var, başa düşürsən? Hə. Sən o tərəfdən buna sual verdin ki, sənin bunların olmasa kim olacaq yanında? Bu qalacaq yenə də özündə baş-başına. Başa düşürsən? Doğrudan ha, bura. Bu- Sən ağlıma bir dənə ideya verdin. Bəs qardaşım, sən indi bax şuralara deyirsən şəraitin var da, Bakıya getmə, ora getmə. Bəs Allah göstərməsin. Bax hələ burada Allahın adını çəkirəm. Onlar olmasa qardaşım, nə deyəsən? Çünki bu vaxta qədər var idi. Yox da. Yenə də bu özü yaratdı onu. bu dəqiqəyə qədər necə yandı? Bax bu qədər bu Qardaşım, vaxta Yo, qədər bura Qulaq sən as, ara eşi getdin. eşitmədim. Ha, qardaşım, Olmasa eşitmədim. qardaşım. Mən nə bu yaşıma kimi görməm, özümün şəxsi maşınım var idi. Yox. Mən bu yaşıma kimi məsələn xərcləməyə pulum olmayıbdı. Olub, o da 1-2 manat pulum olub, düzdür. Ha. Bu vaxta kimi necə? İndi mənim elə ki, o deyirlər indi aftafa görən şan görən. Hə. Bax bu da həmənki məsələ. Başa düşdün nətər? Da. Yəni mən bunu Ha, görüb başa gəlmişəm düşürəm, də. başa düşürəm, Düzdürmü? ha. Ona görə mən bu dəqiqə Ya başa düşdün, bu yenə də özünə inanıb, gəlib bu vəziyyətə gəlib çıxır. Görürsən? Yəni bu Ha. ateizmə nəyəsə inanıb ki, gəlib bu vəziyyətə Ha, çıxır. bax inam. Sən İnam. Ha. inan onsuz da olur. Görürsən? Ha. Yəni istəsən də istəməsən. Bu prosta həyat rolunu sənə deyir ki, mən Ha. görürsən? Yəni inan ola bilər. Yəni necə deyim, inanır da, yəni hər insan nəyəsə inanır. Ha. Görürsən? Mən də inanıram ki, nəsə eləyəcəm də. Amma oturursan nəsə telefonda əlində, görürəm bu qızı deyirəm, yəni takip edirəm. İnanıram mən bununla danışacağam. Özümə güvənirəm. Görürsən? Bu da həmçinin özünə güvənib, ateistlikdə o güvəni tapıb. Sən necə müsəlmanlıqda özünə öz güvənini tapmısan, bu da ateistlikdə öz güvənini tapıb. Ha, mən onu deyirdim. Başa düşsən? Sən onu deyəmirsən axı bəyəm. Sən Sən onu onu demirdin, deyirsən. sən başqa cür Sən deyirsən. nə deyirsən? Yox, bir dəqiqə, yaxşı. Ha. Gəl istəyirsən bu videoda. Yox, bax, o söndürmə. videoda bax, Yox, başa yox, düşdün? sən yox, sən Yox, tərəfdən söndürmürəm. dinlə də, qardaş. Söndürmürəm. Sonradan baxarıq. Ha, qardaşım. Sən bir dənə mənə də görün, mən nə Deyirəm demək ki, istəyirəm. bax sonra Ha. bu videoda bax, o videoda Ha. bax. Gəl bax təzələnə oturamsan bax.
Düzdür. Sən orada tapanmıyorsan bu sözləri. Nə hansı sözü? Mən sənə bayaq Sən- da bildirirdim ki, enerji toplumudur sənin bir inamın. Əlbəttə ki, ateizm də sənin üçün bir inamdır. Mən sonra sənə sadəcə sual verdim ki, ateizm sənə nə verir? Mən Mən demirəm sənə ki, cavablandırdım. düzdürmü? Hədə söz cavablandırdın, hədə mən də cavabımı aldım da. Nə olub ki? Nah biraz Sveta, Angelika, Victoria. Sənə nə verib qardaşım ateizm? Mənə Ha, heç nə. qardaşım. Heç nə ümumi də, Heç. yəni bir xeyir tapmamısan yəni. Nə xeyir, nə ziyan. Neytral, вообще nичего, Heç 0, nə. 0. Ha. Hə, Heç qaralarda. nə də istəməmişəm. Ha? Heç nə də istəməmişəm. Ateizmlə. Nə ateizmlə, nə də müsəlmanlıq. Getdi dərin düşündü. Yox, dərinə düşmə, bir sən necə Mən bura? bayaq fikirləşirəm. Prosta yəni şey kimi də çıxmasın deyə. Yəni mən prosta belə görürəm ki, daha bilsən necə nəyəsə yönlənmişəm də yəni mən. O məsələn bu də bax- seçimdən. Ya amma demək istəmirəm, Yox. prosta səhv səslənir ki, mən sizdən artığam, siz məndən əskiz, yəni əstəğfurullah. Yox, brat. Yəni mən elə onu demək Bax istəmirəm. məsələn öz düşündüyü, məsələn inandığı Ha, ya da doğru. düşündüyü şeyə gir. Məsələn bax, Если тебе в кайф. insan məsələn də bax belə bir şey deyim. Sən insansan da düzdür məsələn. Sən hansısa qızların arxasında qaçırsan. İndi Düzdür. qaçmıram. Məsələn, əvvəl qaçmısan da Əvvəl düzdür. qaçırdım. Əvvəl hansısa qızın Kaş ki sənin dalınca düşməzdim. Bəlkə də buna baxırsan. hə, qulaq as. Başladı. Düzdür, başla nəysə. Başladı. Просто вот. Başlat. Вот так вот. Bax, məsələn, Məndən qaçırsan. uzaq dur. Ada bildin də gələcək yoxdur. Yoxdur. Sən Yoxdur. bilmirsən da bura. Bildin. Kimdir? Hə, demə. Kimsə qoy adın yadına Hə. qalır. Ha, sən o Это не это Yo, sən öl, yo. Mən başqasını deyirəm. Yetib. Sən Sən qaqacanı sən. Bakıda qalır. Yox, xırdalanı qalır, pişiyi də özü doğur. Hə, bura Hə. hamısı. Qulaq as, bu məsələn də insan var. Sənə bax bu sözlər sənə düşməsəydi deyərəm ki, bura biraz stop ver. Amma yox. Sənə düşür. Oba, qəşəng. Nəysə lan, всё. Bax, bax özün deyirsən, məsələn qız arxasına düşmüsən, düzdür? Ha. İndən kim qız arxasına düşməmişəm, amma hər gün bal. Bomba kimi bu. Başa söhbət ondadır. Sən nəsə istəmirsən, arxasına getmisən. Elə insan da var ki, istəmir, olur. Başa düşürsən? Söhbət ondadır. Gəndəki brat. Mən sənə primer kimi çəkdim onu. Məsələn, bu necə deyim Yox, onu? primerini çəkmə qardaşım. Yeri gəlsə bazı qardaşım. Yəni söhbəti yox. Tamam bazı deyir. Yəni Məsələn, inanmaqdan deyil. Səni hə yox, bir də gözlə. Bax bazı əlbəttə ki, sənin bədənin tələb edir. Sən istəyirsən ki, чтобы ты свои семя выпустил, да? Yəni это твоя биологическая потребность. Oha. Yəni одно дело, когда человек другое дело, когда он, блин, он ебет. Yəni это разные вещи. Просто брат, amma yəni qardaşım bir dənə Ehtiraslanmadan əmələ gəlir. bir dənə hə enerji bölümüdür, enerji mübadiləsi. Məsələn- Sən mən başqa bir dənə misal. Mən sənə ondan misal çəkmirəm, mən istəkdən mən- misal çəkdim. İstəkdən deyəndə. Amma məsələn, sən düşünsən- sən ancaq Yox. bazı sən qardaşım. Yox, qulaq as da, mən sənə onu deyirəm də. Sən məsələn 7 ay əvvəl düşmüsən məsələn qızlar arxasına, nədir bal. Düzdür? Məsələn. Yox, bro, mən deyirəm. Məsələn deyirəm. Görsən sözümün hər ikinci sözü Yox, məsələn. yox, bro, estağfurullah qardaş. Yox, hörmətlə hər şey estağfurullah. Yox qardaş. Prosta məndə sən məsələn çəksən, amma bro, məndə elə deyil deyərəm, yoxsa məcburi Sən deyirəm. görsən səndə elə deyil, amma məsələn orada başqası olsa, Yox, onda yox, elə olardı. Mənim üçün şəxsən qardaşım, şəxsən qızın dalınca düşmək, yəni mən onu anlamışam. Bundan qabaq olan məsələlər nəyə görə? Çünki mən ciddi yanaşmışam o münasibətlərə. Amma ümumi qardaşım, daimi şəkildə insan qızın dalınca düşürsə, bütün enerjini verir qadın cinsinə. Yəni insan özünə yatırım eləmir, özünü böyütmür, özünü güclü şəxsiyyət eləmir. Və sən onu eləmirsənsə, brat, sən yeri gəlsə, bax, ailəvə də köməklik eləyənmirsən. Ətrafdakılarına, yəni xeyirli kimi birisi olanmirsən. Mənim üçün də önəmlidir ailəmə kömək eləmək, ətrafdakı adamlara kömək eləmək, başa düşürsən, doğrudan da yaxşı şəxsiyyət olmaq. Tək əlbəttə ki, qadına bir enerjim verirəm, qadınla görüşürəm, eləyirəm. Yəni prosta brat, yəni da o dərəcədə yox ki, brat, yəni mən bütün əvvəl amma bir mənada olubdu. Prosta biraz sonra anlamışam ki, brat, mən hara kimi gedirəm. Məsələn, mən sənə onun kimi primer çəkirdim ki, Oğluma tərbiyə verəcəm ki, bura, hə, bəs oğlum, mən cavanlığımda ancaq eləmişəm. Bu da yəni şey oğluma nə öyrədəcəm, bura? İstəyirəm ki, oğluma nəsə tərbiyə verəm. Yəni normal elm qızıma tərbiyəsi verəsən. elm tərbiyəsi ki, sən cavanlıqda bunu eləməlisən, onu eləməlisən. Yəni bəzi şeylərdən özünü bir zaman uzaq etməlisən. Özünün üstündə işləməlisən ki, Ay, məsələn, sağ ol. gəzir, Ay, Sən nailiyyətin atan olsun. var. Hə, şükür Allah. Şükür Allah, Allah canı sağ Sağ ol, Allah Görürsən? sizinlə.
Hayır, Allahın adıdır qardaşım, Yox, çəkirsin. mən sənə heç nə demirəm. Məsələn, deyirəm, bax görsən, Mən isə şadam ki, çəkirsiniz. məsələn, görsən, sən atan var, olub da söhbət eləmişsən də atandan. Sənin atan nəyisə öyrədib. Olub elə. Əlbəttə ki, Olub. əlbəttə ki. Amma mənim atam olmur. Həyat. Görürsən? Həyat. 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 Məsələn, özüm öz-özümü öyrətmişəm. Hə. Özüm öz-özümü başa düşmüşəm. Özüm öz-özümün nəsə hərəkətini eləmişəm. Bu gündə məsələn, sən əgər oturmusansa bu maşının içində, Hə. ətrafında insan varsa, bu sənin özünə görə olur. Zor insanlar. Məsələn, Mənə bunlar ləzzət edir. bayaq sən dediyin var ha, məsələn, Nə olsun ki, ateistdir. alkaş söhbəti zadı. Ha. Hansısa alkaşla sən özün gedib dostluq eləyərsən? Yox, bilən deyən, özdən söz Ha, eləyirəm. Alkaş var ha, orada oturub. Məsələn, gedərsən yanına, oturarsan, söhbət eləyərsən. eləmişəm. Yox, eləmisən yox. Yəni bu dəqiqə durub bizim yanımıza gedərsən onun yanına. Yəni sizə sübut eləmək üçün. Yox, yəni alkaş da orada. Məsələn, getdin yanına, dost oldun onunla, oturdun, şey elədin, gəldin, Daim- ucunu daim- bura. Daimi şəkildə açığı brat. Çətin. Çətin yox ey brat, yox. Eləmərsən. Amma brat, Niyə? yəni o alkaş qardaşım. Yəni bir mənada mənim həyatımda necə ola bilər? Mən bir mənada ona kömək edə bilərəm. Hardasa Maddi, qardaşım yəni. Maddi fiziki. cəhətdən, hardasa yemək verərəm, hardasa Maddi, fiziki, düzdür? Nəsə daşıya bilər, kömək edə bilərsən, ac Ha, ola bilər, pul ha. verə bilərsən, Doğru, yerinə hə, sala bilərsən. amma yenə də Amma ki- qabağımda bir məqsəd var qardaşım, sözün əsl mənası. İnşallah da brat, inkişaf edirəm, nəticə görürəm və bilirəm ki, brat, yəni 1 ildən sonra, 2 ildən sonra belə gedirəm, 5 ildən sonra mən bilirəm ki, mən fərqli yerlərdə olacağam, fərqli şəraitdə olacağam. O şəraitdə olandan sonra brat, əlbəttə ki, mən yəni evsiz adamlara, yəni indikindən daha çoxunu eləyə biləcəm və inşallah bura eləyim ki, o insanların işi də olsun, gücü də olsun, vəziyyəti də olsun. Yaxşı, sən Mənim problemin məqsədim- olan sən kimə kömək edəcəksən? Mənim problem bax iş orasıdır ki, qardaşım, inamım da ondan ibarətdir ki, brat, mənim güclü problemim olanda və mən o problemlə bölüşənmirəm. Mən əlbəttə ki, brat, dua edirəm. O duada mənə kömək eləyir və güc verir. O gücün sayəsində də brat problemimi ləğv edirəm. O belə qardaşım. Ona görə də inan mənim üçün önəmlidir. Tanrıya qarşı. Amma söhbəti yox da, yəni indi fərqlidir də fikirlərimiz biraz, nə bilim belə. Hə, brat. Yəni mənim problemlərim də oldu şükür Allaha da. Yəni yenə də görürəm ki, yəni bəzi şeylərlə bölüşə bilirəmsə, yəni elə insanlar var ki, əlaqə. Amma məsələn, Sən indiki vəziyyəti elə bir şey yaşayıbdı o. hə, Amma indi bu vəziyyətdədir. hə. Başa düşdün? İçkili vəziyyətdə. İndi alkaş olub, hə, belə deyək. hə. Mən də bilmirəm ki, o elə vəziyyət. Ayşə, sən yəni onunla danışandan sonra bilə-bilə ki, bu alkaşdır. Hə. Bundan sən bu yoldan belə ayıra bilməyəcəksən. Yenə ki, ona dostluq eləyərsən, bu o sualı vermək istəyirsən. silir. Hə, Düzdür? hə, elədir. Yox, biz sən necə dostluq eləyərəm, qardaşım? Yəni kömək eləyərəm, dəstək olaram. Yəni əlbəttə ki, üst sevirmərəm, qardaşım. Yəni yeri gəlsən, mənim həyatımda indi bir insan var, alkaş deyil, amma sən necə, brat, beyni biraz düzgün işləmir. Biraz bir balaca xəstəliyi var və travmalıdır da o adam. Sən necə, bəzi adamlar var ki, ondan təmiz üst çevirib, bəzi adamlar var ki, ümumi də, yəni onu biraz şeyli sıxırlar, eləyirlər, hörmətsiz yanaşırlar. İndi mən imkan qədərində əlbəttə ki, yəni eləyirəm ki, o sözləri də o belə eşitməsin. Amma mən məsələn ondan üst çevirməmişəm. Yəni olub məsələn bəzi anlarda, yəni mən niyə yalan deyim ki, əsəbləşmişəm, hardasa əsəb, yəni vurub bələmə demişəm ki, mən səninlə danışmaq istəyirəm, amma yenə də görürəm ki, insan mənə qarşı meyllidir da. İnsan məndən pozitiv emosiya ala bilir, nəsə ala bilir. Qədərində qardaşım kömək eləyirəm. Hardasa indi düzgün də çıxmaz. Elə bil ki, mən yaxşılığım haqqında danışıram, amma doğrudan da Görürsən sən tanıdığın insana bir kömək Tanıdığın- edirsən. amma- Amma sən tanımadığın insana tanımadığım yox indi bu nəyə görə? Prosta Hə, prosta, hə, danışırıq. yox, prosta danışaq da qardaşım, mən demirəm ki, danışaq. Prosta nəyə görə soruşursan? Amma elə belə də məsələn, Yəni, brat, yaxşılıqdan danışsan. Hardasa, hə, brat, İndi hardasa sənin imkanın qədər hə, hardasa imkanım 10 qədər. ildən sonra olacaq cibində 100 manat. Hə. Məsələn, indi bu dəqiqə 1 manatın var. Sən yəni qatovsan ki, bu bomuşdan 50 qəpik böləsən. Başa düşmədim. Nətər? Yəni pulumu bir Deyirsən məsələn, hissəsini qardaşım əlbəttə ki Bölərsən, və düzdür. mən bilirsən nə görmüşəm. Mən İslamda da o var. Bax bu arada deyim və doğrudan da fakt. İslamda da o var ki, sən nə qədər çox verirsənsə, o qədər məsələn də də alırsan. o qədər yox, 2 qatını alırsan və doğrudan da mən bunu həyatımda görmüşəm. Yəni bunu hiss eləmişəm sözün əsl mənasında. Mən prosta bax bir şey də deyim ki, olub ki, brat, biz sən necə yaxşılıq eləmişəm, insan o yaxşılığımın üstündən keçib, üzümə tüpürüb. Mən o hardasa bəzi yerlərdə demişəm ki, mən bu qədər bu insana görə can yandırmışam, bu insan mənə isə üzümə tüpürüb. Bax bunu bildirmişəm. Çünki brat, o hərəkət doğrudan da bespantoluq olub. Mən öncə bespantoluğa hardasa bespantoluğa Bax dəqiqə. Mən də buna bu fikrə qatılacağam da. Yəni inanıram ki, gələcəkdə də qatılacağam.
Yəni mən bundan üst çevirmirəm. Mən seçirəm qardaşım belə arada bir həyat tərzində. Çünki brat, yəni sən ancaq güləriz olsan, ancaq həyat düzgün hərəkət eləsən, yəni necə olar? Nətər olar? Pis olar. Hə, mən sənə bayaq da açıqlamasını verdim ki, mən çox enli baxıram, yüksək baxıram da yəni buna. Mən tək deyə bilmərəm ki, ancaq Qurana yönlənib bunu cavablayıram. Ya da ancaq xristianlığa yönlənib bunu cavablayıram. Mən hər tərəfli cavablayıram. Ona görə deyirəm ki, hardasa qardaşım, mən bespantov olmağı seçirəm. Və yəni utanmıram bunu deməyimə. Qoy mən hardasa kimisə gözündə bespantov olum. Amma brat, hamı üçün yaxşı olan var. Hamı üçün brat, nə pis insan var, nə yaxşı insan var. Sən nə qədər çox yaxşı olsan da yenə də hansısa insanlar səndən pis tərəfi də tapacaq. Sən nə qədər çox pis olsan da kimsə yəni səndə yaxşı tərəfləri də görəcək. Yəni belədir brat. Söhbət kimi də məsələn bir dostun olur. 10 dəfə söhbətiniz olsun, 9 dəfə yaxşılıq, bir dəfə pislik elə, o pisi hər ay sağ ol, hə, pisə yönlənəcək. Amma elə insan ol ki, yaxşılığı yaddan çıxartma. Bildin necə? Belə pis çıxmasın, o qədər olub ki, məsələn də sənin ətrafında olsun, mənim ətrafımda olsun, insanlar yaxşılıq eləmsən, sənə pisliyinə cavab verir. Elə olsun ki, yaxşılıq eləmsən, bir dəfə insanıq da, yəni belə pis olsa, adicə İsusun özü adamı öldürəndə Qadib deyib ki, burada bütün nə qədər insan varsa, kimin səhvi yoxdursa, yerdən daşı götürsün, atsın mənə. Heç kim eləmir. Hamının da səhvi vardır, başa düşürsən? Səhvsiz insan yoxdur bu dünyada. Sən də hardasa nə kasaki smurur, hardasa düşünməməzdən 9 dəfə yaxşılıq elə, bir dəfə hardasa nə kasaki elə, ancaq sənin o sevgisi elə. Amma elə insan ol ki, elə insan, məsələn, özün ol. Həmin insan, sən məsələn, sənlə tanış olmuşuq, düzdür? Sənlə söhbət eləyək, sənlə hardasa eləyək. Mən gəlib eləməyəcəm ki, Ayxan indi nə? Ayxan belə boş-boş danışır. Deyəcəm, hardasa yaxşı uşaqdır, nə amma belə danışır, eləyir. Yəni də hardasa yaxşılıqlı, nə amma izzətli, hörmətli, danışıqlı sənin hardasa yada salacağım. Davranışıvı, cana yaxınlığı. Hamısı qarşılıqlıdır həm də, brat, yəni. Təbii ki, elədir. Belə insan doğrudan da özünü yaxşı şəxsiyyət sayırsa, məncə yəni %90%, 95% yəni ətrafdakı insanlara qarşı, ətrafdakı insanların beynində də yaxşı bir şəxsiyyətdir məncə. Prosta o 5% də elədir ki, o bayaq dediyim məsələdə, yəni 9 dəfə 10 nəfər səni sevsə, 5 nəfər səni sevməyəcək. Hə, yəni heç sevməsin. Yəni belə o söhbətim kimi, əgər sənin arxanca var, danışırlarsa, spletnisə eləyirlərsə, deməli sən düzgün yoldasan. Hə, ay sağ ol. Həmçində mən onu da hiss elədim. Hardan haraya çıxdıq, hardan haraya gəldik, amma çox bomba oldu. Əla oldu. Əla oldu. Yəni təşəkkür edirik bu podkastda adımı bildir zəhmət olmasa. İsmail. Adımı bildir zəhmət olmasa. Rüstəmdir Ayxan. Nə Salmanov. Hə, də belə soyadla, qəşəngdə belə səliqəli olsun da. Salmanov İsmail. Qəşəng. Rüstəmli Rahim. Rəhimov Ayxan. Təşəkkür edirik fikirlərinizi bildirərsiniz, öpürəm sizi. Görüşmək ümidi ilə inşallah ikinci podkastda, brat. Обязательно. Part 2. Part 2 gözləyirik. Birinci Part 2 inşallah sabah Xəngəldə olacaq araqla. İnşallah, hə. İnşallah yapaq elə. Mən yanımızda qardaşım sok içəcəm, amma hər halda brat, yəni içki içməyim də olur, yəni prosta bir zaman özümü ayırıram içkidən, amma belə yəni günah deyə günahsız adam yoxdur. Vəsə, öpürəm. Elə bununla da bitirək. Təşəkkürlər, sağ olun.